ki təməssüzün həmin vaxtı tədbirdə Abdullah Şahin, Gülcanan Şahin, Süleyman Rüstəm və başqaları öz xatirələrini söyləmişdir. Süleyman Sağlam isə 1953-cü ildə Nadir Əlçanov, Məhdud Vəliyov, Atos Süleymanov və başqaları bu münasibətlə Süleyman Necəsən? Sağ ol, sağ ol. İmza ver. Klokan gör hani, klokunu bilmirəm, kim verir? Bunu götürün de Zahmet olun. Onu götürün, onu götürün. Şahit öyleymiş, aynen. Biri olmasa bizim vaktimiz. Ben şahit öyleyim. Gelenler var. Gelirler. Sana göre gelenler var. Var, mən şahidiyəm. Var, şahitsiz. Mən şahidiyəm, doğrudan. Kitap götürüp Daha almırlar. dostları, Kitap almırlar. Götürüp gelirler lan diye. Bir hediye ne? Demirler ki ben hədiyələri öz sayını demir, pulla alanı deyil. Ancaq pulla aldıqlarının sayını deyir. Hədiyəni demir. Bəs imza istəmirlər senden imza ile kitabı götürdü gitti. Gelirler de oturmuşlar. Hələ vaxtına var da bu təzə başlayır. Ona görə. Resam da buradayım. Ya sabah ben Oğlan buradan. onun dostlarıdır, bunlardır. Ha, bu oğlan sen olarsın. Kimlerin getirdi yaşımın üstüne? Sadası Allah'a çatan. Şairdir yerleri göylere katan. Şairem değilse bu kadar nadan ben şair de öyle katan. Allah seni sağ eylesin. Elifse saldaş. Al buralardan. Diye yürü, bir de yürü. Süleyman asıl doğum resmen mensup tohumlarla vardır ki ben çok sevdim ki onların da geliri. Mina Hanım Astanova'daki Mina Hanım Astanova Zekeriya Bey Astanov'un kızıdır. Zekeriya Bey Astanov da bildiğimiz gibi Zəfətlər Cəməllər Seminariyasının məzunu olmuşdur. Mina Hanım 1958-ci ildə Əməkdar müəllim dəfəbuna layiq görmüşdür. Gülfaxrla qeyd etmək istəyərdim ki, məhz Səfəri Bəlbərdə qızlarının həyatında, eyni zamanda Mina Hanımın həyatında bunlar atalarının dedikləri üçün Süleyman Sağlamın onlara həmişə atalıq dairəsi göstərmiş, onların təhsil alması. Maraqlı kitabdır. Maraqlı kitabdır. Neden bəhs edir? Kafkaz günləri. Kimin diyor? Özünün avtobiyografiyası. Ve onun belirttiği faaliyeti yarattığını benim Bu sizdə nəşriyyatdır belə. Dərgidir. Haranın? Yazıçılar Birliyinin. Evet. Çok yaxşı. Bu illəri qeyd etdiyimiz kimi Süleyman Sağlamlıqovun güzəllik düşünü tamam olur. Süleyman Sağlamlıqovun ata-baba yurdu, Ağdamızdan, İşğaldan azad edilmişdir. Onun ruhu sandı ki, onun gördüyü, ona başa çatdığı torpaqları, vətəni İslamdan azad edilmişdir. Mən bir daha sizlərin hər birinizə təşəkkür edirəm. Çox sağ olun.
Bir daha sizə hər zaman təşəkkür ederim. Sağ olun. Sizdə hansı qurumdur? Cəmdə kitabdır. Nəşriyyatdır, bu nədir? Nizam Gəncəvi adına ədəbiyyat institutunda işləmiş və o demək olar ki, Tarix kitabları, fəaliyyətini Süleyman Axundovun psixoloji kitablarımız, araşdırılmasına həsr etmişdir ki, uşaq bizim komitədə dərgilərimiz var, ehtiramla uşaq yad edilir. oyunlarımız var. Süleyman Axundovun Bunlar oyunlardır. Bəli, bunlar Sami təxəllüsü ilə bağlı Zeka, bir məqamı qeyd eləmək istəyirəm. İnkişaf etdirən bir oyunlardır, mantiq səhvi oyunlardır. Bir neçə yazılara görə qeyd olunur ki, Süleyman Sami Axundov Mirzə Fətəli Axundova onun şəxsiyyətinə, yaradıcılığına hörmət və ehtiram əlaməti Qarabağda maarif bölməsində müdür kimi fəaliyyət göstərib. O bir ildə Qarabağda, Zəngəzurda neçə savad kursunun açılmasında, qiraətxanaların açılmasında, uşaq bağçalarının, Çaparı da siz çap edirsiniz. almasında Kimindir? bu qədər kursların fəaliyyət göstərməsinə onun təşəbbüs Ha, göstərib. siz nəşriyyat deyilsiniz, aid deyilsiniz. Seminariyasının da açılması Orxan müəllimin qeyd etdiyi kimi Süleyman Sani Axundovun yazdığı məktub əsasında açılıb fəaliyyət göstərmişdir. Süleyman Sani Axundovun bədii yaradıcılığından nəzər salsaq, onları qeyd eləmək istəyirəm ki, onun ilk qələm təcrübələrini nəzərə almasaq, o yaradıcılığa bir dramaturg kimi başlamış və Tamakkar piyesini Mirzə Fətəli Axundovun Hacıqara əsərinə hörmət olaraq Maraqlı kitab tapdın. motivləri əsasında Hansıdır, baxım? Baxım hansı kitabı da. tapdın? Vay, nə qəşəng kitabdır. Biz bunlar vasitəsilə həm onun Azərbaycan teatrının inkişafındakı xidmətlərini də qeyd edirik. O zaman teatr əsərlər Haqverdiyevin, Nərmanovun, Hüseyn Cavidin əsərləri tamaşaya qoyurdular, tamaşaya hazırlayırdılar. Aktyor çatmayanda özləri səhnəyə çıxırdı. Axundovun özü Nərmanovun Nadir Şah əsərində onun tərəf müqabili olaraq səhnəyə çıxmışdı. Haqverdiyevin Dağlan Tutaq əsərini Şuşada tamaşaya qoyurdu, özü hazırlayıb səhnələşdirmişdi. Bakıda onun bir neçə piyesinin yeni açılan teatrda səhnələşdirilməsinə təşəbbüs göstərib və ssenarilərini hazırlamışdı. Onun yaradıcılığından, hekayələrindən Şöhrət xanım bugün danışacaqdı. Qeyd edeyim ki, Süleyman Sani Axundovda hansı ehtiyacı yaratmışdı bu uşaqlar üçün hekayələr yazmaq. Bayaq da qeyd etdim, o dərslikləri yazırdı və görürdü ki, tərcümə mətnlərindən, dünya ədəbiyyatından, rus ədəbiyyatından olunan tərcümələrlə o istədiyi milli dəyərləri təbliğində istədiyi effekti ala bilməyəcək. Ona görə onlar öz qələm yoldaşları ilə birlikdə şeirlər, hekayələr yazmağa başladılar ki, və o özü Borclu Nağıllar silsiləsi yazdı. Bu Nağıllar silsiləsində Qaraca Qız xanımızın tanıdığı ki, onun əsasında Qaraca Qız filmi çəkilmişdi. Qaraca Qız necəsən? hekayəsi Abbas Qəzinin Səsini də axtarıb tapmalıyam orada, silməliyəm, necəsən? Şöhrət xanım bugün qeyd edəcək. Bundan əlavə, onun Tövkər, Yuxu, İrşad adında hekayələr də vardı ki, bunların da mövzusu cahilliyin tənqidi, maarifin inkişafı əsas mövzuları. Süleyman Sani Axundovun piyeslərindən qeyd edeyim ki, onun elə piyesləri var ki, Sovet dövründə bir başqa cür təhlil olunubdu. Amma bugünün prizmasından baxanda o bizim üçün başqa cür maraqlıdır. Məsələn, Laçın Yuvası əsəri. Laçın Yuvası əsərində orada təsvir olunur ki, orada Əmraslan ağa öz ata-baba yurdunu vermək istəmir bolşeviklər. Sovet dövründə bir başqa aspektdən təhlil olunurdu. Orada bolşeviklərin qələbəsi kimi onu qələbə verilirdi. Tamam. Sen kitabı anlat böyle. Ondan sonra bana. Tamam mı? Şurada dursun. Süleyman Sani Axundovun bir əsərinin 5-6 nüsxəsi var, əlyazmaların üstündə qoyulub saxlanır. Bu da onu göstərir ki, o əsərlərin üzərində dönə-dönə işləyir. Və bunlarla bağlı danışmaq üçün mən sözü... Gözlüyoruz. Gözledik. Sağ olun. İki gəncin hekayələrində Əziz bir iki epizodda əsrin əvvəllərində ağır, acılı qadın həyatını əks etdirir. 10 yaşlı məktəbli Əhməd Məlikənin Ədicənin faciəsi bu aləmin başçısının Maraqlı bir şey var. Baxırıq hələ ki, ha. Hardansınız siz? Əhməd Qılıqə
Biz hazırlaşırıq elə ki. Hazırlaşır. Yox, mən deməyəcəm harda oxuyursunuz yəni. Oxuyuruq, biz prestij üniversitesi hələ ki. Hə. Nələ 11-ci sinif. Maraqlı bir kitab var yoxsa yox? Tapa bildiniz bu gün? Var, o birisi sizin daha maraqlıdır. Nə maraqlıdır? Bəli, Nə mənada? yəni Romanlar, Romanlar var orada. burada da var, onlar da var. Aydındır. Çəkiş nə üçün? Yəni verəcəm indi. Xeyirxah Cəmaləddinlər yalnız bir yoxsul kimsəsiz ailəyə kömək edə bilərdilər. Təsadüfi deyildi ki, Saytda baxarsınız. Möhtac olan başqa yoxsul ailələrin aclıq keçirdiyinə diqqətinizi cəlb edir. Əgər əziz bir tərəfdən balaca oxucuların həyatda bəxtli olmamağa çağırırsa, digər tərəfdən onlardan feodal adətlərini ictimai bərabərliyə qarşı qəzəb hissidir. Hakkında yazılmış məqalərlə maraqlandım və sonra bu əsərlərin yazılma tarixlərinə baxdım və bunlar arasında bir sıra fərqlər var. Onun adında da nəzərə çatdırması ilə əlaqədardır. Hacı Nəsir əsərin müsbət surəsi ezab etdiyimiz rəhmə yaxşılıq etmişdir. Bunun əvəzində Rəhim Nürəddinə kibrit qutusu irilikdə Quran gətirir. Həlimə də Quranı öpüb gözlərinə qoyub və həmin Quranı Bədxasiyyət, əməyi sevməyən, xəbis, şöhrətpərəst bir xanımdır. O bu aliyə düşər-düşməz öz murdar xasiyyətlərini büruzə verir. Nürəddini döyüb incidir. Bu da Hacı Nəsirə ağır dərd olur. Gülpərini boşamaq istəyir, ancaq qəflətən ölür. Nürəddin əzablı günləri bundan sonra başlayır. Belinski deyir, uşağa tam sərbəstlik vermək, onu məhv etmək deməkdir. Nürəddin əsərindəki Əmrəslana uşaqlıqdan tam sərbəstlik vermişdir. Ədib yazır, valideyni Əmrəslanı əzizləyib ərköyün böyütmüşdü. Balaca Əmrəslan üçün yox kəlməsi yox idi. Hər xahişi ata-anası tərəfindən fövrü əmələ gəlirdi. Belə tərbiyənin nəticəsi tezliklə ortaya çıxdı. Əmrəslan məktəbdə oxuya bilmir, ailə qurmur, qumar oynayır, yol kəsir, nəticədə pis əməllər onu məhv edir. Nürəddindən sonra Süleyman Sani Axundov Qaraca qız əsərini yazmışdır. Qaraca qız əsəri Süleyman Sani Axundovun nəsrinin ən kamil bədii cəhətdən ən güclü nümunəsi hesab olunur. Cəsarətlə demək olar ki, bədii nəsr aləmində Süleyman Sani Axundova bir nasir kimi şöhrət qazandıran, onu məşhurlaşdıran Qaraca qız hekayəsidir. Hekayədə elə bir səhifə yoxdur ki, orada ədibin insanpərvərlik hissi çarpan ürəyi duyulmaz. Bir şekil çekiliyor. Eserin sonraki keşfinde Fatma'nın söylediği bu əhvalat Qaraca qız hekayəsində çıxarılmışdır. Sənətkara görə bu əhvalatın əvvəldə verilməsi hekayəsi maraqsız olmasına səbəb ola bilər. Qaraca qızın ilk nəşrində Süleyman Sani Hüseyin Nə deyə bilərsiniz festival haqqında? Mübarək bayramımız. Əmin-amanlıq olsun, sülh olsun. Dövlətimizi Allah qorusun. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Şəhid qanının qan yaddaşında yaşayırıq. Allah bizə bir də şəhid qismət eləməsin. Anaların göz yaşı olmasın. Əmin-amanlıq olsun, sülh olsun. Sizin nə sözünüz var? Bizim üçün qürur hissedilir ki, Türk dünyası yazarlarının Azərbaycan Respublikamızda bir neçə ildir belə festival təşkil olunması biz yazarları üçün də uğurdur. Biz də öz yazılarımızla, öz kitablarımızla bu festivalda iştirak edirik. Mən özümü xoşbəxt sayıram.
Ona görə ki, Türk Dünyası 4-cü Kitab və Ədəbiyyat Festivalının iştirakçısıyam. İştirak edirik burada öz kitablarımızla. Eyni zamanda Türk dilli xalqların nümayəndələri ilə tanış oluyor. Onların kitablarıyla, onların yazdıkları əsərlərlə, bizim əsərlərimizlə onlarla biz qürur duyucu hissdir, ədəbiyyatçı kimi, şair, yazar kimi. Çox gözəl, çox gözəl. Sizin sözünüz var? Sözüm var əlbəttə ki, çox gözəl tədbirdir, festivaldır. Şairlərin kitabları burada nümayiş olunur. Xaricdən gələn şairlərlə tanış oluruq. Kitablarımız nümayiş olunur, alan alır, oxuyur. Şairlər xoşbəxtdir ki, onların kitabları belə bir festivalda, sərgidə yayımlanır. Özümüzü çox xoşbəxt hiss edirik. Bir yer veriblər, sağ olsunlar. Sabahda 2 saatlıq yerimiz var burada. Tək elə əmin-amanlıq olsun, ölkəmizdə sakitlik olsun, dövlətimiz müzəffər olsun, xalqı kimi, xalqla dövlət müzəffər olsun. Qalan şey düzələməklə gəlir. Bu da bir örnəkdir. Örnəyi biz keçirik, gedirik. Siz də çox sağ olun ki, zəhmət çəkib gəlmişsiniz. Vallahi bu işin qızğın vaxtında gəlmişsiniz. Çox sağ olun, minnətdarım. Təşəkkür edirik sizə. Çox sağ olun. Xeyli kitablarım var ha. Var, sağ olun. Hə. Necə təşkil olunub festival? Əyləşin, oturun. Durmaq lazım deyil. Türk Dünyası Özünüzü əvvəl təqdim edin, siz Zöhrə Qaraqızı. Zöhrə Qaraqızı. Yazıçılar Birliyinin üzvüyəm, prezident mükafatçısıyam, 7 kitab müəllifiyəm. Kitabıma monoqrafiyada yazılıb. Bu kitablar vətənpərvərlik hüquqlarından yazılmış kitablardır. Kitabımın biri Zəfər Yolu 44 günlük müharibədə ordumuzun, rəşadətli ordumuzun, müzəffər Ali Başkomandanımızın qələbəsinlə zəfər qazandıq. O zəfər gününə həsr olmuş şeirlərdir. Burada şəhidlərə həsr olmuş şeirlər var, şəhid analarına həsr olmuş şeirlər var. Mən fəxr eləyirəm ki, Azərbaycanın belə şairiyəm, Azərbaycan haqqında yazıram və ümid eləyirəm ki, indən belə də Qərbi Azərbaycan torpaqlarında da prezidentimizin apardığı məqsədyönlü siyasət nəticəsində o torpaqlara qovuşacaq. Mənim bax bu kitablarımda hamısında böyük ümid işarətləri, böyük inamla yazmışam ki, biz əzəli əbədi dədə-baba torpaqlarına qovuşacağıq. O günü səbirsizliklə gözləyirəm və mən vətən sevgili şeirlər yazmışam. Burada şeirlərimdən istəsəniz birinə deyə bilərəm. Belə bir şeir yazmışdım ki, mən qürbəti neyləyirəm, mən ki orada göynüyürəm, gecə gündüz söyləyirəm, kəndimə qaytarım məni, bu qədər də dərd olarmı, vətənsiz insan qalarmı, həyatından kam alarmı, kəndimə qaytarım məni, uluların qəbri orada, vətənim qalıbdı darda, qara qızı ahuzarda, kəndimə qaytarım məni, kəndimə qaytarım məni. Mən ümid eləyirəm ki, o torpaqlara qaynacaq. Belə festivallar o yurt yerlərində də keçiriləcək. Təşəkkür eləyirəm diqqətinizə görə. Onun bu əsərlərindəki bütün tezlərinə təqdim edəcək maarifçiliyin təbliği, cahilliyin.
Tarih kitabıdır, biz il yazmırıq. Alış kitabı, tarih kitabı il yox. Alış dilində kitab var. Elə mənə oxumağa dəyər. Mənə elə gəlir ki, o insan heç bir kitabı pis deyil. Yazdığı necə pis deyil. Bana bir şey deyim sizə. Rusiyada orta məktəbdə oxuyan uşaqlara deməli, Rusiya'dan, nə bilim, Tolstoy'dan, digər dünya klassiklərindən oxuyurlar. Amma gəl bizdə mənim məsələn oğlum 4-5 deyim ki, Tolstoy'da nə oxunsam, ona göre de onlarda Azerbaycan sektorunda. Daxil sektor bizdə Azerbaycanda deyil. Bizdə buna önəm verilmir. Amma bu sektorunda gəlirlər bu qədər verirlər. Bu qədər üst verirlər. Bizdə nə verirlər? Ne kadar sistematik. Ona bağlı. Onlarda var.